Uşaqlara kitab seçmək bəzən valideynlərə çətin gəlir. O baxımdan bu video düşünürəm ki, sizə faydalı olacaq. 10 kitab tövsiyə edəcəm. Kitablardan birincisi Unudulmuş Adlar Krallığı seriyadır. 12 yaşdan yuxarı uşaqlar üçün. Daha sonra məşhur klassiklərdən Gümüş Kankilər. Sonra Söyüdlükdə Əsən Külək. Bunlar daha çox yuxarı yaş uşaqlar üçün nəzərdə tutulub. Hal-hazırda oxuduğumuz bir kitab var. Yuan Huanın Telefon Köşkü. Çox maraqlıdır. Uşaqlara kitab oxuma sevgisi aşılayır. Tolstoydan Quşu Hekayələr Toplusu kitabı. Daha sonra Heyvanlar Nə Danışır adlı təmsillər kitabı. Daha bir kitab Əjdaha və Cəngavər. Bunlar daha aşağı yaşlı, 10 yaşa qədər yaşlanan uşaqlar üçündür. Və daha az yaşlı uşaqlar üçün isə Dünya Nağılları 2 hissədən ibarətdir. Və daha bir nağıllar toplusu kitabı. Hər biri 2-3 səhifədən olan 100-ə yaxın nağıl var və daha balaca uşaqlar üçün biri, o biri, başqası, digəri kitabıdır. Bu 10 kitabı 5-ci Uşaq Kitab Festivalından endirimli qiymətlərlə Mimta stendindən əldə edə bilərsiniz.